Salam aleyküm qardaşlar. Deməli, dünən yox sırağa gün. Bir dəqiqə bu ilə neçə? Yəni baxım. Bu ilə 21-i, 19-u. Bu heyvanı qaçırtmışam. İndi bundan qabaq video da çəkmişəm. Bu quş uça bilmir. Yəni bu quş balalıqdan Allah şahiddir ki, bu quş balalıqdan uçmuyor. Bəşir də indi inşallah girər videoya, Allahın izni yazar orada. Baba. Mənim kötük birinci heyvanımdır. Allah şahiddir. Baba. Yəni bu quş belə uça bilmir də. Mən belə neçə aydır Rusiyada bunlar bağlı falan 5 məkan. Deməli qayıtdı. 2 gündən sonra qayıtdı. Bax neçənci İranımda qayıdır. Havalar da ki, yəni bu hələ işnətdə bu gedəndə bu bir çıxan yəni küləyə bunu qaldırdı. Bax bura kimi. Qaldırmaqla yəni quş tab gətirə bilmədi də. Allah həmd olsun. And ol Allaha. Bax indi bunun balalarını göstərəcəm sizə. Allah hamd olsun. İndi bunun qabaq bir dənə video paylaşacağım. Sonra bu videonu paylaşacağım. Baba 2 dənə balası var. Baba mayasıdır bu. Arxasındakı 2 dənə balasıdır. Baba bu oğludur. Baba bu qızıdır. Yer qızdırır. Bu da qızıdır. Baba bu nəvəsidir. Sonra baba bu da nəvəsidir. Yəni bütün heyvanın nəsli məndədir. Deməli indi bax özünüz görəcəksiniz. Gəl yaxşı gəl. İnanmazdım. Yəni bu quş nəyə görə? Göz söhbət deyil. Yəni bu heyvan mənim belə çıxmasın köhnələrimdəndir. Birinci yəni heyvanlarımdandır. Elhamdülillah. Hamısı da yəni bunun qanıdır. Yəni eyni qandırlar. Bax bu da nəvəsidir onun. O balıqdan keçmə özüyündən görsənir. O görün hara qalxacaq bu. Baba maya. Salmışdım quşları. İndi evdəkilər çıxıb söylə. Baba da qardaşıdır. Doğma qardaşıdır. Baba bu da o həmən heyvandır. Qoy görün bu yeyib, yeməyib. Bircə dəqiqə. Yəni mənə əsas bu il 2 dənə quşum getdi. İndi o qısa qaydacaq. Baladır o heç. Prosto ki alaban da su içmək. Baba hara qalxdı. Ay maşallah. Baba. Nə versin? 2-3 gündür yoxdur. Elhamdülillah. Heyvan qayıtdı. Allah heç kimin əziyyətini itirməsin. Amin inşallah. Bax bu heyvanım gedib 3 gündən sonra qayıdıb gəlib alışmaya. Sonra mur. Hardasan ay mur? Mor. Diyon de hava. Bu heyvanı indi bilən bilir pişik dişləmişdi. Yəni bu heyvan getdi 1 gündən sonra qayıdıb gəldi. Həmən bu mayayla 1 gündə gəldilər. Göyəçin oxan səhvin bağlanıb. İnşallah özünüz görəsiniz. Bu da ki getdi 2 gündən sonra qayıtdı. Yəni bunlar uça bilirdi heç olmasa. Bu yetim 4-5 ildir belə çıxmasın. Qənətlidir, düzdür. Amma ki uçmayıb da qaqa uçurmamışam heyvanı. Allah heç kimin əziyyətini itirməsin. Yəni gözlərim bir daha sübut elədim. Bundan əlavə indi belə bir şey deyim. Bir dənə də baba bunun balaca tayı. Gedib Elhamdülillah axtardı tapdı kişi. Dama qalxmayan heyvi düz deyil, küvəndir o heç. Bağlarını da uçurmuşuq, elhamdülillah. Gözünü də görmüşük. Uçuşunu da görmüşük, saatını da görmüşük. Yəni bundan gözəl bir şey ola bilməz yəni mənə görə. Yəni mən də ki açığı deyim, paylaşmıram qaqa. Ay quşum getdi, uşaqlara deyirəm vəssalam. Yəni durum paylaşım. Quş getdi, nə bilim, falan şey. Boş şeydir qaqa.
paylaşsan da birinin üstünə belə də bilirlər də nə var nə yox. Yəni indi yaxşı olandan alacağını sağ eləsin. Paylaşırlar. Zəng eləyirlər. Mən yəni hələ rastıma 1-2 nəfər çıxıb rastıma açığı ki, yəni zəng eləsin. Desin qaqaş, gəl götür quşu. Bir nəfər daha doğrusu. O da ki, yasamaldan çıxıb. Kimdirsə bilmirəm, Allah canını sağ eləsin. Hə, Allah şahid. Ya ondan bəri qaqaş mənə zəng gəlməyib. Görün bu yumurtlamadır, yox. Bu birisi yumurtlayıb, bu yumurtlamayıb. Heyvanlar da göz qabağındadır. Səhifəmdə ki, İran Pejons İrandır. Yəni yazsaz ya Pejons İran, ya İran Pejons çıxacaq. İnşallah Allah heç kimin əziyyətini itirməsin. Allah həmd olsun ki, mənə əsas buydu. Yəni balalarımdan əlavə, yəni bu mənim birinci heyvanımdır. Yəni bilirəm də nə var, nə yox. Allah həmd olsun. Bax bu da onun nəvəsidir. Ayağında balıqdan keçmə üzük. Yəni uşaqlar deməyim odur ki, mənim düzdür ayağım biraz pazvayət eləmir. Bilən bilir. Əlhəmdülillah ki, qayıtdı. Yəni içinə də düşməmişdim. Yəni uşaqlar dedilər qayıdacaq, dedim yox qaqam, mümkün deyil də, yəni bu heyvan qayıtsın. Çünki baxmayın, neçə ildir Allah quş uçmayıb, yəni birdən ki. Amma indən sonra uçurdacam heyvanı. Əgər gedib 2 gündən sonra qayıdıb gəlibsə, sülənib. Qənətləri də açılıb. İndi bax, uçuşa düşür. Yəni oynaq götürür. Yəni bu da yataq qalıb, uçurmamışım. Bu şükür Allah. 3 ay bundan qabaq, yəni 2-3 dəfə uçurtdum. 5-in üstü dayandı. Yəni zəifdir yəni də. İndi görürəm ki, oynağım bərkidib. Saatını artırır yəni. Hər dəfə uçurduqca saatın üstünə dəqiqə yox ha. Saat yarım qoyur. İndi inşallah yayda Allah'ın iznilə ayağım imkan versə çəkəcəm, paylaşacağım. İnşallah görəcəksiniz. Allah heç kimin əziyyətini itirməsin uşaqlar. Allah hər kəsə istədiyi kimi heyvan nəsib eləsin. Bir də ki, hər kəsi Allah kiminsə heyvanında gözün qoymasın. Yəni hərənin öz heyvanı var. Bacarırsan qaqa nəsə çıxar ortaya. Yox, bacarmırsan al öyrət. Baba, bu da onun nəvəsidir. Bacarırsan qaqam hərəkət verə. Bacarmırsan al öyrət. Başqa nə deyim? Yetim gör nə qədər uça bilməyib ki, heyvan. Bu mənə laf bezdirdi. Bax, nə qədər bu uça bilməyibsə, and ol Allaha, bu heyvan buradan qalxıb, deməli, göstərirəm. Buradan qalxıb, yəni bax, bu ev var, bu evin arxası yoldur. Orada da dükan var. Gəlib düşüb dükanın qabağına. Yəni indi heyvana bax ki, küləyi necə toluyur, uça bilmir də, o heyvandır. Əlhəmdülillah. Quşlar nə deyir? Əsas gözdür deyirlər. Amma mənə görə hər ikisidir. Yəni quş əgər balalıqdan istər kümən vaxtı bir dəfə toska getdi gəldisə, o quş yəni gedə bilməz. Gedirsə ya hava aparıb, ya başına nəsə gəlib, ya da gözü yoxdur. Bu qədər uşaqlar. Allah heç kimin əziyyətini itirməz. Allah suyu burada içib, bax kişi bu. Mən də deyirəm axı. Bir dənə yedizdirim inşallah bunu Allah'ın izinlə. Yaxşı olacaq. Qoy bunu da yedizdirim, mayasını da yedizdirim. Vallahi yedizdirsinlər. Belə yedizdirmişəm, özüm video çəkmişəm. İndi birinci o videonu çəkəcəm. Bu videodan qabaq həmən o video olacaq. Yəni girib baxa bilərsiniz. Mən də yəni halallığım verirəm. Belə çıxma, zəng eləsəz də indi bundan sonra balıqlarda ayağında üzük olacaq. Anar 78-69 nömrənin axırı. Yəni
Kimə düşsə problem yoxdur. Kimliyin asılı olmayaraq. Yəni ay pulla satıram. Satarsan lazım olarsa deyəndə ki, yəni alaram. Fərqi yoxdur. Çünki qanları məndədir. Hə, belə pay verəsən, qaytarasan heyvanı özümə. Yenə də Allah canımı sağ eləsin. Satsan da Allah canımı sağ eləsin. Desən saxlamaq istəyirəm, belə bir çıxmasın. Artıq bir dənə mayam olar. Problem yoxdur. Bir dənə də həmən qanın mayasın. Pay verərəm. Problem deyil. Burası ki, yəni kişiyə verərəm də, hər adama yox. İndi bu qədər. Hələ ki, bu qədər inşallah. Bir dənə bunları yedizdirim Allah'ın izniyle. Allah heç kimin ləzzətini itirməsin inşallah.